Bismillah. Bürclərin 14 yanvara ən düz pul proqnozu. Qot gözlənilməz qazanc şansı var. Amma tələskən xərclərdən uzaq durun. Axşam daha uğurludur. Buğa pul axını stabildir. Əlinizə keçən pulu düzgün yönləndirsəniz artım olacaq. Əkizlər, yeni maliyyə təklifi və ya əlavə qazanc mümkündür. Sənədlərə diqqət edin. Xərçəng, ev və ailə ilə bağlı xərclər arta bilər, lakin ümumi durum balansdadır. Şir, güclü pul enerjisi var. İşdən bonus, mükafat və ya gəlir artımı mümkündür. Qız, xırda itkilər ola bilər. Büdcəni sıx nəzarətdə saxlayın. Tərəzi, borc, kredit və ya gecikmiş pulun geri qayıtması gündəmdədir. Əqrəb, gizli gəlir, əlavə qazanc və ya sürpriz pul xəbəri ala bilərsiniz. Oxatan, riskli mayə addımlarından qaçın. Böyük alış üçün uyğun gün deyil. Oğlaq, pul baxımından ən güclü güclərdənsiniz. Əmək boşa getməyəcək. Dolça, gözlənilməz xərcləri çıxa bilər. Ehtiyatlı pul saxlayın. Balıq, şanslı gündür. Kiçik bir imkan gələcəkdə böyük qazanca çevrilə bilər.